Salam müəllimlər. Bugünkü mövzumuz Lawrence Kohlbergin mənəvi inkişaf nəzəriyyəsidir. Kohlberg deyirdi ki, əxlaqi cəhətdən inkişaf etmiş uşaqların hamısı parlaqdır. Amma parlaq uşaqların hamısı mənəvi cəhətdən inkişaf etmiş deyil. Yəni Kohlberg həmişə Jean Piaget'in zehni inkişafı mərhələləri nəzəriyyəsindən tanış olur. Yəni buna uyğun olaraq da mənəvi inkişaf nəzəriyyəsini irəli sürür. Yəni Kohlberg fikirləşir ki, mənəvi inkişaf nədir? İnsanlarda mənəvi dəyərlər necə formalaşır? Yəni bu sualları valideynlər, din xadimləri, filosoflarını daha çox düşündürürdü. Lakin bu mövzu zamanla psixologiya və təhsil sistemində əhəmiyyətli məsələyə çevrilmişdi. Sosial amilin də, valideyn yoxsa sosial amil bunda böyük təsirə malikdirmi? Mənəvi dəyərlər bütün uşaqlarda eyni yolla formalaşırmı? Bütün bu araşdırmaları, bu suallara cavab tapmaq üçün Kohlberg bu məsələləri araşdıraraq dünyada məşhur olan nəzəriyyələrdən biri mənəvi inkişaf nəzəriyyəsini, səviyyəsi və mərhələlərini irəli sürmüşdü. Kohlbergə görə mənəvi inkişaf 3 əsas səviyyəyə bölünür. Hər səviyyə də 2 mərhələdən ibarətdir. Deməli, prekonvensional səviyyə, konvensional səviyyə, bir də var postkonvensional səviyyə. Prekonvensional səviyyədə itaət və cəza, individualizm var, bir də qəbul olunma. İtaət və cəza, individualizm var. Konvensional səviyyədə qəbul olunma, səlahiyyət və sosial nizamı qoruma. Postkonvensional səviyyədə sosial müqavilə, universal etik prinsiplər. İndi bunlarla tanış olaq nədir? Yəni ki, ümumilikdə 6 mərhələdən ibarət olan bu nəzəriyyəyə görə insanın mənəvi inkişafı, onun idraki inkişafının mövcud mərhələsindən birbaşa asılıdır. Yəni mənəvi inkişaf idrak var ki, idraki inkişafın mərhələlərindən asılıdır. Yəni müxtəlif mərhələlərdə insanların davranışı onların mənəvi dəyərləri ilə qiymətləndirilir. Bu o deməkdir ki, mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün müəyyən davranış doğru olduğu halda digər səviyyədə olan insan onu yanlış hesab edə bilər. Ona görə mərhələləri araşdırarkən əsas məqsəd kimi doğru kimin doğru, kimin yanlış olmasını tapmaq deyil. Vacib olan şagirdin mənəvi inkişafın hansı mərhələsini aydınlaşdırmaqdır. Yəni bu səviyyədə uşaqların mənəvi dəyərləri böyüklərin standart və yəni birinci səviyyəni biz dedik ya, itaət və cəza. Burada böyüklər tərəfindən qaydalar tətbiq olunur. Yəni şagirdlər hər hansı bir qanuna əməl etmədikdə, onu pozduqda fikirləşirlər ki, böyüklərin dediklərinə əməl etmirlər. Yəni uşaqlar hələ şəxsi mənəvi dəyərlərin formalaşmadığı bir dövrdədirlər. Yəni ki, qaydalara uyğun hərəkət edirlər. Yəni qaydaların pozulması zamanı qarşılaşdığı nəticələrlə çərçivələnir. Ona görə buna deyilir itaət və cəza. İtaət və cəzada, yəni uşaq yaşlarda müşahidə olunur. Kohlbergə görə bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz qəbul edirlər. Düşünürlər ki, yəni uşaq düşünür ki, atam-anam deyir ki, bu qaydalara əməl etməlisən. Mən bu qaydaya əməl etməsəm cəzalanacağam. Yəni cəzadan qorxurlar. Deyək ki, müəllim hər hansı bir qayda, prosedur qoyub, deyir ki, bu qaydaya əməl etməsəniz sizə müəyyən cəzalar veriləcək də, yəni müxtəlif cür. Məsələn, sinifdə, məktəbdə və yaxud sinifdə 2 şagird dalaşır. Onlara da şagirdlərin bir-birindən dalaşmaq olmaz qaydası qoyulub. Yəni bunu görən, kənardan bunu hər kəs müşahidə edər. İtaət və cəza mərhələsində olan bir uşaq öz dostuna kömək dostu döyülür kimsə tərəfindən, cəzalanır. Müşahidə edir, ancaq öz dostuna kömək etmək istəyir. Lakin bilir ki, qaydaya görə məktəbdə dalaşmaq olmaz. Əks halda qaydanı pozduğuna görə cəzalana bilər. Ona görə uşaq öz dostuna kömək etmir. Görünür ki, bu mərhələdə olan uşaq qaydalara riayət edir və onları müzakirə etmir. Çünki bilir ki, buna görə cəzalana bilər. İndividualizm nədir? İndividualizmdə şəxsi maraq söhbəti var. Məsəl üçün görür ki, deyək ki, bax 2 uşaq dalaşır. O düşünür ki,
dostuna kömək etməlidir. Məsəl üçün dostu ilə başqa bir şagird dalaşır. Düşünür ki, dostuma kömək edeyim, öz marağı naminə deyir. Gələcəkdə dostum da mənlə kimsə dalaşanda mənə kömək edər. Yəni burada uşaq öz şəxsi marağı baxımından həmin qaydanı nə etdi? Pozdu. Ki, mən dostuma kömək edeyim, gələcəkdə dostum da mənə kömək edər. Məsəl üçün, kimsə məclis eləyir, o məclisə bəziləri gedir ki, mən ora filan qədər pul yazdıracağım, sabah mənim də övladım məclis olanda o gəlib mənə bu qədər məbləğdə pul yazdırar. Yəni, öz şəxsi marağına həmən məclisə gedir. Göründüyü kimi, hər iki mərhələdə uşaq mühakimə yürüdərkən qoyulmuş qaydanın pozulması nəticəsində yaranan vəziyyətə görə öz qərarını verir. Birinci mərhələdə cəzalanma, ikinci mərhələdə isə onun şəxsi marağının, mənafeyinin təmin olması ilə əlaqədardır. Mənəvi inkişafın qəbul olma və səlahiyyət və sosial nizamı qoruma mərhələlərini bu səviyyəyə aid edir. Bu səviyyəyə əsasən nəyin doğru, nəyin yanlış olması müəyyəndir. Sosial qaydaların qəbul olması ilə xarakteriz olunur. Konvensional səviyyədə insanlar dəyərli hesab etdikləri şəxslərin mənəvi standartlarını özünküləşdirirlər. Yəni, həmin şəxslərin mənəvi dəyərlərini sorğu-sual etmirlər. Mühakimə şəxsin aid olduğu sosial qrupun müəyyən etdiyi normalara əsaslanır. Qəbul olunma nədir? Qəbul olunmada isə onlar başqalarının fikirlərinə əsasən hərəkət edir. Onlarla mühakimə yürüdərkən sosial gözləntini, hər kəsin fikrini nəzərə alır ki, cəmiyyət bu fikrə necə yanaşar. Məsəl üçün, şagirdlərin dalaşmasını görən digər şagird düşünür ki, mən gərək bu işə qarışmayım. Qoy hamı görsün ki, mən yaxşı şagirdəm. Yəni, cəmaat nə deyər yanaşması var burada. Səlahiyyət və sosial nizamı qoyun. Bu mərhələdə şəxslər hadisələrə individualizm cəhətdən deyil, cəmiyyəti bir bütöv şəklində görək mühakimə edirlər. Yəni, düzgün davranış, səlahiyyət və qəbul olmuş qayda-qanundan yol alaraq sosial nizamı qorumaq istəyirlər. Müəllim məktəbin həyatında baş verənləri, yəni yuxarıda qeyd etdik ki, iki şagird bir-birindən dalaşır. Görən kimi sosial nizamı təmin etmək üçün dərhal dalaşan şagirdləri ayırır. Yəni, nizam-intizamı təmin etməyə çalışır ki, xaos, səs-küy olmasın. Qaydaların tətbiqi vacibdir. Bu nizam-intizamı qorumağı özünün vəzifəsi hesab edir. Üçüncü, dördüncü mərhələnin xüsusiyyətlərini ümumiləşdirsək, aydın olur ki, şəxs mühakimə edərkən öz mövqeyindən deyil, yəni biz bayaq qeyd etdik ki, bu mərhələlərdə qəbul olunma və səlahiyyət və nizamı qoruma mərhələsində öz mövqeyindən deyil, yəni şəxs cəmiyyətin mövqeyindən çıxış edir. Yəni, mən bunu qorumalıyam, yoxsa cəmiyyətin mövqeyindən çıxış edir. Yəni, xaos olmasın, səs-küy olmasın. Postkonvensional səviyyə, bu mənəvi inkişafın son iki mərhələsi aiddir. Belə ki, bu mərhələlər birləşdirən ümumi cəhət şəxslərin qoyulan qanun qaydaların nə dərəcədə cəmiyyətə yararlı olması haqqında düşünürlər. Şəxsi prinsiplərin formalaşdırmaqdan ibarətdir. Buna əsasən deyə bilərik ki, şəxs hadisəni insan hüquqları, ədalətə əsaslanaraq özünü müəyyən etdiyi şəxsi prinsiplərlə mühakimə edir. İndi baxaq, sosial müqavilə, yəni sosial razılıq. Mənəvi inkişafın bu mərhələsində olan şəxslər hadisəyə nizam-intizam çərçivəsindən baxmaq yerinə sosial ədalətlik prinsipi ilə yanaşır. Onların fikrincə qanunun aliliyi, nizam-intizamı təmin edən qaydalar cəmiyyət üçün vacibdir. Lakin bu qaydalar cəmiyyət üzvləri tərəfindən razılaşdırılmalıdır. Bu mərhələdə olan insanlar mövcud qaydaların cəmiyyət üçün nə dərəcədə uyğun olub-olmadığını daim sual altına salır və bildirirlər ki, əgər bu qaydalar düzgün məqsədlərə xidmət edirsə, məna kəsb edir. Əvvəlki mərhələdə verilmiş situasiyaya əsaslanaraq nümunəni davam edək. Kənardan bu hadisəni müşahidə edən digər şəxs düşünür ki, yəni ilk şagirdin dalaşdığını, qaydanı pozduqlarına görə həmin şagirdlər cəzalandırılacaqlar. Digər tərəfdən də fikirləşirlər ki, şiddətə məruz qalan şagird buna layiqdir. Çünki bir müddət əvvəl o özü digər sinif yoldaşına şiddət göstərirdi. Belə olan halda həmin şagird məktəb qaydalarının nə dərəcədə bütün şagirdlər üçün uyğun olduğunu düşünür və qaydaların ədalətli olub-olmadığını mühakimə edir.
Universal etik prinsiplər. Kohlbergə görə bu mərhələ mənəvi inkişafın ən ali həddidir. Bu mərhələdə insanlar mühakimə yürüdərkən universal etik prinsiplərə və mücərrəd mülahizələrə əsaslanır. Bayaq dediyimiz kimi, yəni iki şagird dəyişir. Məktəb direktoru, hadisənin iştirakçıları, şagirdlərlə iclas keçirir. Məktəb qaydalarını onlara xatırladır. Bu qaydaların nə üçün vacib olduğunu onlara izah edir. Deyir ki, ədalətə əsaslanan qaydalar etibarlıdır. Özünü ədalətə həsr etmək insanı ədalətsiz qanunlara itaətsizlikdə mükəlləf edir. Onun üçün ən yüksək mənəvi prinsip şəfqətdir. O düşünür ki, insanlar bir-birlərini başa düşməli, hiss və həyəcanı anlamağı öyrənməlidir. Yəni, bu mərhələdə olan insanlar üçün insanların davranışı məntiqi və ədalətə əsaslanan etik normalardan çıxış edir. Vicdanlı və ədalətli seçimlərdən ibarət olmalıdır. Eyni zamanda bu mərhələdə olan insanlar bəzi addımları qaydalara zidd olsa belə ədalətli hesab edirlər. Postkonvensional səviyyənin mərhələlərini ümumi cəhəti insanların öz daxili mənəvi dəyərlərinə çıxış edərək qayda qanunlarını ədalətliyini mühakimə etməsidir. Bir də var Kohlbergin etik dilemmaları. Etik dilemmalar, yəni burada 10-16 yaş arasında özünü mənəvi məsələləri əks etdirən dilemmalar ətrafında fikir yürütməyə sövq edir. Onların verdiyi cavablara əsasən mənəvi inkişafın hansı mərhələdə olduqlarını müəyyən edirdi. Kohlbergin dilemmalarından istifadə edərək müxtəlif situasiyalar üzərində refleksiya vasitəsilə şagirdlərin mənəvi dəyərlərin formalaşmasına kömək etmək olar. Bu dilemmalara Haynes dilemması deyilir. Yəni deyək ki, bir insan bir uşağın anası ölüm ayağındadır, çox xəstədir. Atası da yoxdur, dünyasını dəyişib. Uşaq bilmir neynəsin, onların imkanı yoxdur, pulu da yoxdur. Uşaq gedir aptekdən dərman istəyir, ona dərman vermirlər. Hətta deyir, bir neçə günə işləyib qazanacam. O dərmanı anam üçün vacibdir, yoxsa anam ölə bilər. Ancaq vermir, yəni ona dərmanı vermir. Ona görə də deyək ki, başlayır, yəni yoldaş anasının həyatını xilas etmək üçün həmən o uşaq deyək ki, dərmanı oğurlayır. Bax, burada başqa biri də var. Haynes dilemması olduğu üçün Haynes'in yoldaşı xəstədir. Haynes gedir əczaçıdan, pulu azdır, dərmanı ala bilmir. Yəni o dərmanı almasa, o dərmanı onun yoldaşı qəbul etməsə, o ölə bilər, dünyasını dəyişə bilər. Gedib əczaçıdan xahiş edir ki, yarı qiymətinə və yaxud bir neçə gün sonra dərmanın pulunu verəcəm. Ancaq aptekar razılaşmır. Ona görə Haynes nə edir? Dərmanı oğurlayır. İndi burada hər kəsin yanaşması göstərilir. Deyək ki, Kohlberg müxtəlif suallarla şagirdlərə müraciət edir. Həmin cavablara əsasən şagirdlərin yəni hansı mərhələdə olduğunu müəyyən edir. Yəni şagirdlər müxtəlif cavab verə bilərlər. İtaət və cəza mərhələsində olan şagirdin cavabı daha çox qorxu hissi üzərində qurulmuş olar. Şəxsi maraq mərhələsində olan şagird şəxsi faydasını güdən cavablar verəcək. Yəni baxın, burada qeyd olunubdur. Prekonvensional səviyyədə itaət və cəzada olan deyir ki, Haynes qanunu pozduğuna görə cəzalanacaq. Ona görə o bunu etməməli idi. İndividualizmdə olan deyir ki, çünki Haynes yoldaşını çox sevir öz şəxsi marağından. Deyək ki, konvensional səviyyədə olan deyir ki, əlbəttə bu oğurluq etməsin. Buna görə hamı ona qəhrəman adlandıracaq ki, yoldaşını xilas etdi. Səlahiyyət və sosial nizamın qorunmasında xeyr, o kömək üçün bu sahənin səlahiyyətli şəxslərə müraciət etməli idi. Yəni oğurluq etməli deyildi. Postkonvensionalın sosial müqavilə və universal etik prinsipində olan deyir ki, bəli, çünki qadının da yaşamaq hüququ var. Universal etik prinsip Haynes nə üçün elə etdiyini başa düşmək olar. Həmin an insan həyatını xilas etmək oğurluq həyatını etməkdən daha önəmlidir. Yəni hər kəsin bir yanaşması olacaq. Joe dilemması nədir? Məsəl üçün burada Joe 14 yaşında yay düşərgəsinə getmək istəyir. Atası ona hər gün pul verir ki, yığ. Vaxt çatanda gedərsən. Ancaq vaxt çatanda atası ona deyir ki, mən balıq ovuna getməliyəm. Sən yığdığın pulları da mənə ver. İndi Joe'nun yığdığı pulları istəyir. Joe düşərgəyə getməkdən imtina etmək istəmir.
atasına pulları verməmək haqqında düşünür. İndi dilemmanı müzakirə edək. Joe pulları atasına verməlidirmi? Joe'nun atasına oğlundan pulları istəməyə haqqı varmı? Pulları atasına verməsi Joe'nu yaxşı oğul edirmi? Kolberg inanırdı ki, suallara cavab verən cavablar əsasında mənəvi dəyərləri şagirdlərin qanuna və ədalətə baxışını müəyyən etmək olur. Onun fikrincə mənəvi dəyərlərin necə formalaşdığını bilmək təhsildə çox vacibdir. Bununla şagirdlərin hansı mərhələdə olduğunu müəyyən etmək və nəticəyə əsasən onlarda daha dərin mənəvi dəyərləri formalaşdırmaq olar. Nəzərə almaq lazımdır ki, cədvəldə verilən cavablar şərtidir, şagirdlər müxtəlif cavablar verə bilərlər. Mənəvi inkişafı təmin etmək üçün nə etmək lazımdır? Müəllimlər mənəvi inkişafı təmin etmək üçün mənəvi dəyərləri şagirdlərə aşılamalıdırlar. Onların inkişafını təmin etmək üçün bir sıra metodlar. Məsəl üçün iş üsulları, simulyasiya və rollu oyunlar, müzakirə xəritəsi, instant üzərində iş, debat, Sokrat dialoqu, akvarium kimi iş üsullarından da istifadə etməlidir. Bu üsullarda müxtəlif fənlərdən təlim nəticəsi əsasında iş təşkil edərək tərbiyə edici mənəvi dəyərləri inkişaf etdirən mövzuların seçilməsi və fəaliyyəti boyu şagirdlərin bu sahədə inkişafını təmin etmək olar. Refleksiya. Sinifdə şagirdlər arasında müəyyən konflikt baş verdiyi halda müəllimin şagirdlərə yönəldici suallar verməsi, onları bu baş verən hadisəni dərindən refleks etməsinə, bu problemi daha yaxşı anlamasına zəmin yaradır. Bu da öz növbəsində mənəvi dəyərlərin inkişafına kömək edir. İlkin biliyə əsaslanan metod. Bu metod əsasında şagirdlərə mənəvi inkişafı təmin etmək üçün kifayət qədər təcrübə resurslar verilməsi, belə ki, şagirdlərdə mənəvi inkişafın baş verməsi üçün İlk növbədə onlar müxtəlif situasiyalar, müxtəlif insanlar və s. haqqında bilikli və təcrübəli olmalıdırlar. Bunun üçün real təcrübə strategiyasından istifadə məqsədə uyğundur. Real təcrübə bura şagirdləri müxtəlif sosial işlərə cəlb etmək daxildir. Məsələn, kimsəsiz uşaqlara və fiziki qüsurlu şəxslərə kömək, təbiəti qorumaq layihəsi daxilində ekoloji imeciklər keçirmək, şagirdlərdə mənəvi dəyərlər formalaşdırmaq üçün kifayət qədər bilik və təcrübənin toplanmasını təmin edə bilərlər.